Salam dəyərli izləyicilər, Press Klub TV-nin efirində bu saat olan son xəbərləri sizə çatdırırıq. İranla Amerika Birləşmiş Ştatları arasında əldə edilən atəşkəs yenidən pozulub. ABŞ prezidenti Donald Trump İranın Hörmüz boğazından keçən gəmilərə ən azı 4 kamikazə dronla hücum etdiyini bəyan edib. Bu barədə o özünün sosial şəbəkəsində məlumat paylaşıb. Trump qeyd edib ki, bir dron böyük və çox bahalı yük gəmisinin göyərtəsinə dəyib, lakin gəmi yoluna davam edib. Daha 3 pilotsuz uçuş aparatı isə Amerika qoşunları tərəfindən vurulub. Aydındır ki, bu atəşkəs razılaşmamızın axmaqcasına pozulmasıdır, deyə Trump bildirib. Ukraynanın Rusiyanın Volqorod vilayətinə raket hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb. Rusiya bürosu xəbər verir ki, bu barədə Volqorod qubernatoru Andrey Baçorov bildirib. Onun sözlərinə görə raket hücumu nəticəsində ölən şəxs müəssisənin işçisi olub. Qubernator xilasedicilərin başqa bir işçinin axtarışlarına davam etdirdiyini söyləyib. Qeyd edək ki, Ukrayna tərəfi Volqorodda Titan barikadı hərbi müəssisənin Flamingo raketi ilə vurulduğunu açıqlayıb. Təklif edirəm ki, sosial şəbəkələrdə Paşinyanı dəstəkləyən erməniləri müəyyən edəsiz və bu nankor məxluqların Rusiyaya girişini əbədi olaraq qadağan edəsiz. Bunu Kremlin təbliğatçısı Margarita Simonyan Rusiya Dövlət Televiziyasının efirində deyib. Simonyan iddia edir ki, Paşinyanı dəstəkləyənlər rusofoblardır. Əgər Paşinyanı dəstəkləyirsinizsə, deməli rusofobiyanı dəstəkləyirsiniz və Rusiyaya nifrət edirsiniz. Deməli, sizin Rusiyada heç bir işiniz ola bilməz. Mən təmiz erməni olaraq onun tərəfdarıyam ki, Paşinyanı dəstəkləyən, ona səs verən nankor məxluqların mənim doğma ölkəm Rusiyaya girişinə həmişəlik qadağa qoyulsun. Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır. Çünki hərbi bilikləri onlar öyrədir. Bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi General-Mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə müsahibəsində deyib. Stat: Daha qısa zamanda hərbi bilikləri yiyələnməsi mümkün olduğu halda bu məsələ müzakirə oluna bilər. Hazırda bu məsələ müzakirə mövzusu deyil. Ödənişli hərbi xidmətin də tətbiqi bugün gündəlikdə yoxdur, deyə general əlavə edib. Bunlar sizə çatdıracağımız sonuncu xəbərlər idi. Ölkəmizdə, dünyada və regionda baş verən mühüm hadisələrdən xəbərdar olmaq istəyirsinizsə, bizi izləməyi, kanala abunə olmağı unutmayın. Sağ olun.